heç kəsdən incimürəm. Heç kəsdən küsmürəm. Və məni istəyən də, istəməyən də, hər kəsə yenə də təşəkkür edirəm. Bir aparıcı dostumuzdan çox incidim. Bilirəm kimdir, mənə demirsən, mən adını deməyəcəm. İstəsən deyə bilərsin, amma bəlkə bəda etsən adını deyə də bilərəm. Yəni, mən o elə bir problem deyil. Mən onu çox istəyirdim. Mən də çox istəyirdim. İndi də istəyirəm, xətrini çox istəyirəm və çox yaxın da olmuşuq biz ondan. Niyə bəs elə oldu? Ya məni denən ki, təbrik eləyirəm, lap yaxşı. Amma biz onunla yaxın deyilik. O nə deməkdir? Mən o sözü başa düşmədim. Mən bunun da istəmirəm ki, yəni bu belə necə deyim, desinlər ki, qalma falan da eləmək istəmirəm. Amma sadəcə olaraq, axı sən mənim evimdə dəfələrlə olmusan, qonağım olmusan. Ondan sonra sənin verilişində nə qədər insanlara mən yardım etmişəm, sənin istəyinlə. Və bu bizim Zaurdur dostumuz, ATV-də çalışan Zaur. Zaur var. Baxşəliyev. Baxşəliyevdir. Və Zauru mən həqiqətən də bir gün deyil, 2 gün deyil. Zauru mən artıq... Mən Zauru çox istəyirəm, amma niyə belə dedi ki, biz bəlkə də itirdi özünü o xəbərdən. 20 ildən çoxdur. Yəni, onun o sözü məni çox incitdi, çox mənə təsir elədi. Yəni, desən ki, mənim dostumdur, burada nə olasıydı ki? Və yaxud da mən bütün verilişləri izləyirdim orada. Baxırdım verilişlərə, Aysun çıxan verilişlərə baxırdım və mən sənə söz verdim ki, dedim, Tolik, Allah mənə kömək olsun, mən birinci sənə gələcəm. Amma ikinci Lalə Azərtaca gələcəm. Çünki